natural ədədlər bölməsini, natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi mövzusu ilə davam edirik. Birinci sual, fərq azalandan 147 vahid kiçikdir, çıxılanı tapın. Baxın, fərq, gəlin yazaq, azalan, çıxılan, fərq. Fərq azalandan 147 vahid kiçikdirsə, deməli, çıxılan sıfırdır. Yəni, bu da, daha doğrusu, gəlin, çıxılan sıfır demək, çıxılan elə 147 deyək, bu da olsun 147. Azalan, deməli, fərq azalan 147 vahid kiçikdirsə, deməli, azalan fərqin 2 qatıdır. Ona görə çıxılan elə 147 olacaq ki, 2 qatından, yəni bu neçə eləyir? 294. 294-dən 147-ni çıxandır, yenə 147 qalsın. Ona görə cavabımız olacaq 147. İkinci sual. Rəqəmlərin müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Rəqəmlərin müxtəlif ən böyük deyirsə, biz 9-dan başlayırıq. 9, 8, 4 rəqəmli deyir, 7, 6. Ən böyük isə ədədlər 0-dan 9-a qədər rəqəmlərimiz var, bilirsiniz. Ən kiçikdən başlayırıq. Amma rəqəm 0-la başlaya bilmədiyinə görə biz əvvəlcə 1-i sonra 0-ı yazırıq. 2, 3. Fərqini istəyir bizdən. 3, 5, o da neçə eləyir? 8853. Davam edək 3-cü sualla. Aha. 3-cü sualda baxın. 1, 3, 5, ta ki 19-a qədər. Yəni, ədədlər tək-tək artır. Düzdür? Yəni, tək ədədlər sıralaması da 19-a qədər. Burada ta ki, baxın, 1-dən 19-a qədər 10 dənə ədəd var. 1, 3, 5, 7, 9, 11, ta ki 19-a qədər 10 ədəd var. Sanki, hansı ki, bu aşağıdan 2239-a qədər olan hissədə ortaq vuruq kimi 2200, deməli 21-i çıxarsaq, daha doğrusu 2220-ni çıxarsaq, 2220-ni, baxın, çıxarsaq mötərizənin xaricinə nə olacaq? 1 plus 3 plus ta ki 19-a qədər. Yəni, biz yuxarıdakı ədədi almış oluruq. Nə idi bu? 10 idi, düzdür? Yəni, 10 vurulsun A. Üzərinə gəlsin A, daha doğrusu. Deməli, onda nə olacaq? 2200 plus A. Çünki ədədi həmçinin ona vurduq. Yəni, C variantı. 4 də eyni bu tipdədir. Gəlin, 5-ci sualla davam edək. İki natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci alınır. Baxın, bu belədir. 2 natural ədəd var. Məsələn, AB ədədi. Bunlardan birinin axırıncı rəqəmi 1-dir. Yəni, AB 1. Əgər bu silinsə, yəni AB alınacaq. Yəni, 1-i silsəm, qalacaq AB. Yəni, AB 1 üzərinə gəlinsin. AB bu iki ədədin cəmi 474 edəcək. Onda gəlin, üstləri xəttini də bilirsiniz. Üstü xəttin də açılışını bilirsiniz ki, məsələn, AB idi, bir də AB üstü xətti. Bunların fərqi nədir? Tutaq ki, 3 və 5 olarsa, 3, 5-im 15. AB təkcə hasil kimidir. Amma artıq bu 3 və 5 olarsa, bu 35 deməkdir. Yəni, ədədi ifadə edir. Bunların ikisinin bir-birindən fərqi odur. Davam edək buradakı misalla. Onda AB 1-i necə açarıq? Bax, təklik, onluq, yüzlük. Yəni, 100 dənə A, üzərinə gəlinsin 10 dənə B, üzərinə bir dənə 1. Üzərinə 10 A, üzərinə B. Yəni, olduğu mərtəbədəki ədədə görə yazırıq. Bərabərdir 474-ə. 100A, bu da 10A. Yəni, 110A, üzərinə 110. Üzərinə 11B. Bərabərdir 373-ə. 11-i çıxaraq. Nə qalacaq? 10A plus B. 10A 473. 473-ü də deməli 11-ə bölsək nə olacaq? 43. Yəni 10A plus B ilə AB üstü xətt nə imiş? 43. Bizdən də nə istəyir? Bu ədədlərin fərqini soruşur. Yəni ədədimizin bir nə imiş? 431, bir də 43.
Bunlar da bir-birindən çıxsaq nə əmələ gəlir? Deməli, əmələ gəlir 398. Bu da belə. Davam edək növbəti sualla. 6 da eyni tipdədir. Gəlin 7-ciyə baxaq. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabərdir. Ardıcıl 100 dənə natural ədəd varsa, tutaq ki, bunun birinci ədədi n-dir. Üzərinə gəlinsin, 100 dənədirsə, sonuncu olacaq. Məsələn, 1, 3, 1, 2, 3, 4, 5 belə davam edirsə, misal üçün. Və yaxud da n 10 da ola bilər. Ondan başlayıb da 90, 10 və ondan sonraki 100 ədəd də ola bilər. Yəni, özündən sonra 100 ədəddirsə, 100-dən əvvəl 99. Yəni, olacaq ən sonuncu rəqəmimiz də n plus 99. Və deyir ki, ən böyük ilə ən kiçik. Yəni, n ilə n plus 99-un cəmi 559-a bərabərdir. Onda 2n plus neçə olacaq? Deməli, 2n daha doğrusu bərabərdir. 460-a n də bərabərdir 230-a. Kiçiyini soruşur 230. 8-ci sual. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Gəlin baxaq. Ən böyük 4 rəqəmli natural ədəd. Rəqəmlərin müxtəlif demir. Ona görə yazırıq 9999. Ən böyük budur. Ən böyük 2 rəqəmli natural ədəd. Fərqi deyir 99. Olacaq 9900. Ən böyük bir rəqəmli natural ədəd 9-dur. Neçə dəfədir? 1100. 9900 bölürük 9-a 1100. 9 da eyni tiplidir. Gəlin ona baxaq. Onda deyilir ki, cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonunun 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olur. Misal üçün yazıram AB. AB-nin sonunda 7 var imiş. Deyir ki, birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonunun 6 rəqəmini sildikdə. Biri belə imiş, AB 7. Biri AB imiş sadəcə, belə deyim də sizə. Biri isə 6 rəqəmini 76, yəni belə. Bu şəkildəymiş. Birinin sonuna 7 rəqəmini əlavə etmişəm AB təkcə. Digərinin sonunun 6 rəqəmini sildikdə. Yəqin ki, bax belə. Biri yəni AB 76, digəri AB 7-dir. 6 var idi bunun sonunda. Bunu sildim. Daha doğrusu biri AB idi, biri AB 7. Bax, bu ədədlər idi. Birincinin sonuna 7-ni əlavə elədim. O birinin sonundan 6-nı sildim. Və bunlar bir-birinə bərabər oldu demək istəyir. Həmin natural ədədlərin kiçiyinin rəqəmlər cəmi. Bu ədədlər əvvəlcə nə idi? AB 76. Cəmi deyir də, düzdür. Aha, bir də AB idi biri. Ədədlərin ilkin forması belə idi. Bu da 2500 idi cəmləri. Onda baxın, təklik, onluq, yüzlük, minlik. 1000A üzərinə 100B üzərinə 76. Üzərinə 10A plus B bərabərdir 2500. 1000 10 idi, düzdür? 1010. Üzərinə 110B bərabərdir 2500-dən də 76-nı çıxaq. Deməli 2424. Buradan da gəlin. Buradan nə edə bilərik? Buradan da artıq rahatdır. Çünki birinci AB-ni həmin adının kiçiyinin rəqəmləri cəmini tapın. Əslində B-də tapa bilərdik sözünüzü. Rəqəm heç bunu açmayıb da rəqəm də qoya bilərdik yerinə. O bizim üçün daha rahat olar. Rəqəm qoysaq yerinə tapa bilərik. Yəni düşünə bilərik ki, hansı ədədlərdir ki 76 plus bu olar. Bu elə bildik ki, artıq neçə olacaq? 24. Elə ədədimiz elə nəymiş?
24 və rəqəmləri cəmini soruşur. 2 plus 4 bərabərdir 6. 11-ci sual. Çünki burada bildinizdə niyə 24? Çünki bu 2 rəqəmlidir. Mən bunun son 2 rəqəminə baxıram ki 76-dır. Artıq bunun bir yüzlüyə tamamlanması üçün 24 qoymalıyam ki 24 ilə 76-nı toplayanda bir yüzlüyə tamamlansın ona görə. 11. AB 23'dür. BC 11. Baxın, 23 necə vuruqlarını ayıram? 23 vur 1 kimi, bu da 11 vur 1 kimi. Hər ikisində ortaq olan B var. Deməli, B 1-dir. Buradan belə çıxır. B 1-dirsə A 23'dür, C də 11'dir. Və bunların rəqəmləri, daha doğrusu bu ədədlərin cəmini soruşur. O da olacaq nə? 24 üstə 11, 35. Deməli, digərlər də həmçinin eynidir demək olar. 13-cü suala davam edək. Baxın, deyir ki, burada 7y bərabərdir 8z, x bərabərdir 2z. Gəlin birinci ifadəyə baxaq. Mən y-in yerinə burada deməli 8 qoya bilərəm. Z-in də yerinə 7 qoya bilərəm. Gətirib ikinci ifadə z-in yerinə 7 qoysam, onda x-imiz olacaq 14. Baxın, belə. İfadələrin də cəmi olacaq 29. 14 də eyni tipdədir. On 15-ci suala davam edək. 4a plus 5b 90-dırsa 5a plus 4b ifadəsini ala biləcəyi deməli, ən böyük qiymət. Ən böyük qiymət olması üçün biri ən kiçiyi almalıdır. 0 verə bilmirəm, çünki natural ədədlər üçün deyil. Məsələn, gəlin yazaq. 4a plus 5b bərabərdir 90-a. 1 versəm, məsələn, ödənmir, çünki məsələn 95 və yaxud da 94 5-ə, 96 5-ə bölünmür, 95 4-ə bölünmür. B-yə 2 versəm, A neçə olacaq? A olacaq 20. Baxın, ödədi. Və bu da elə ən böyük qiyməti olmalıdır bunun. Çünki birinin ən kiçik aldığı qiyməti digəri ən böyük olur. Və ifadə yerinə yazanda ən böyük qiymətini ala biləcək. Gəlin 5A, indi 5 vurulsun 20 plus 4 2 8, yəni 108. 16 da eyni bu tipdədir. 17-ci suala baxaq. Deməli 17 açılışlar açaq. AB üstü xətt nə olacaq? 10A plus B çıxılsın 10B minus A bərabərdir 3A minus 2B. Burada nə olacaq? 9A minus 9B bərabərdir 3A çıx 2B. 3A'nı keçirsək 6A bərabərlik var 7B'yə. A ilə B-ni nə tapıram? A-nı tapıram 7, B-ni tapıram 6. Yəni cəmi 13, fərqi də 1. 1-ə getdi nə? Deməli C-yi. İndi ikinciyə baxaq. A plus B bərabərdir 7A plus 6B'yə. Bu da necə olacaq? Deməli 3A bərabərdir 5B'yə. A olacaq 5, B olacaq 3. Fərqləri 2, cəmləri 8, cəm 8 yoxdur. Ona görə də 2-yə gedəcək, fərqləri 2. Üçüncüdə də ki 100A plus 10B plus 5 çıxılsın 10A minus B bərabərdir 266. Burada da olacaq 90A plus 9B bərabərdir 200, deməli 61. 261, bu da 9-a bölsək, yəni AB üstü xətt qalır da, düzdür? O da neçə eləyəcək? Əslində bunu belə etmək daha məqsədə uyğundur məncə. Heç nə. 9-a bölsək nə eləyəcək? 261-i bölsək 9-a
eləyəcək 2 dəfə 18, 29. AB üstü xət 29-dursa, yəni ədədimiz 29-dur. Onda yəni A 2-dir, B 9. Fərqləri B çıxılsın A. Nədir? Fərqləri 7. D də bura gedəcək. İndi ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Hansı ki, buraxılış imtahanında bilirsiniz ki, bu suallardan istifadə olunur. 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəm yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Məsələn, 2 rəqəmli ədəd yazıram. A, B. Əvvəlinə 1 yazıram, sonuna 1 yazıram. Deyir ki, bu ədəd verilmiş ədəd nə idi? AB-dən 21 dəfə böyük olar. Yəni, mən bu AB üstü xətti 21-ə vuraram, buna bərabər edərəm. Yəni, nə olacaq burada? Elə deyir də, düzdür? Aha, 1000 plus 100A plus 10B plus 1 bərabərdir. 21 vurulsun 10A plus B. 1001 yazımla 1001 plus 10, daha doğrusu 100A plus 10B bərabərdir 210A plus 21B. Deməli, 100-dən, daha doğrusu gəlin digər tərəfə keçirdək. Bunu bura keçirdək. Hər ki, 1001-i saxlayıram burada. Bərabərdir 210-dan, demək 110A plus 11B. 11 də çıxartdım mötərizənin xaricinə. Hər tərəfi əslində 11-ə də bölə bilərəm. Gəlin belə edək. 100 deməli 11-ə bölək hər tərəfi. 10A plus B bərabərdir 91-ə. Bizə nəyi soruşur? Hə, hələ bunu soruşur. Çünki deməli AB üstü xətti də 10A plus B. 19 da eyni bu tipdədir. Gəlin baxaq. Sonuncu